Mən zəmanət verirəm ki, bu videodan sonra siz bir də dönər yeməyəcəksiniz. Əgər fikir vermisinizsə dönər ətlərini, yəni katok deyək, dönər ətlərini hər səhər avtomobilin yük yerində yerə yığılmış şəkildə gətirirlər. Mən ümumiyyətlə nə avtomobilin, nə çöldə yerə qoymağın tərəfdarı deyiləm. Çünki bu yerdə biz ayağımızla gəzirik, müxtəlif zibilliklərdə, müxtəlif natəmiz yerlərdə oluruq və öz ayağımızın altında xeyli sayda mikrob, virus, bakteriya daşıyırıq və həmin cür çirklənmiş, zəhərlənmiş bir yerdə birbaşa qida kimi qəbul olunan şeylərin düzülməsinin qəti tərəfdarı deyiləm. Bunun bu cür daşınmasını, yəni dönərin sırf avtomobilin yerinə qoyub gətirilməsini nəyə görə baxılmır, nəyə nəzarət edilmir, mən bunu bilmirəm. Bu bir yana qalmış, bu bəs deyilmiş kimi dönər ətlərinin üstlərində streç olur. Həmin dondurulmuş ətin üstündə streç olur və bu streci açmaq üçün onları qoyurlar dəzgaha, başlayırlar fırlatmağa. Və bu fırlandıqca dəzgahda dönər əti buna tətbiq edilən istiliyin nəticəsində onun üstündə olan streç başlayır ətdən aralanmağa və ətdən aralandığı halda da bu streçdir. Yəni istiliyə davamlı bir şey deyil. Dərhal başlayır əriməyə və müxtəlif yerlərində ətin arasında əriyib qala bilər. Bu isə artıq kimyəvi zəhərlənməyə səbəb ola bilər. Sizin mədə ağrıları, bağırsaq ağrıları, həzm çətinliyi kimi problemlər yaşada bilər və bu hələ azmış kimi üstəlik də bağırsaqlarınızı və yaxud da ki, mədənizi yaralaya bilər. Ümumiyyətlə, kimyəvi təhlükəli bir proses baş verir, kimyəvi bir təhlükə gizlənir burada. Üçüncü, məncə bu ən vacib məsələdir. Əgər fikir vermisinizsə, 100% fikir vermisiniz, dönər ətləri çiğ olurlar. Dönər ətləri bişmiş vəziyyətdə hazır və ya emal edilmiş vəziyyətdə gətirilmirlər. Dönər ətlərinin hamısı çiğ olur. Və istiliyin təsirindən, dəzgahın istiliyinin təsirindən onun yalnız üst qatı bişir. Dönərin üst qatı bişir və içini tamamilə çiğ qalır. Biz bilirik ki, mikroblar, bakteriyalar, viruslar nəm və isti yerlərə üst tuturlar. Dönər, yəni ət olduğuna görə mikrobların, bakteriyaların, virusların toplanması üçün möhtəşəm bir mühitdir və biz yadımıza salsaq ki, bunu avtomobildə yerdə gətiriblər, maşının yük yerində yerdə gətiriblər. Burada artıq zəhərlənmə, yəni bioloji zəhərlənmə riski, viruslara, bakteriyalara yoluxmaq riski birinci dəfə artır. Və indi siz təsəvvür eləyin, çiğ ətdə yalnız bişmiş bir qisim arasında burada artıq proseslər gedir. Burada biraz qızır, ət aralanır və mikroblar, viruslar, bakteriyalar və s. artıq burada başlayırlar oyanmağa. Və təbii ki, qeyd etdiyim kimi isti və nəm mühitə doğru hərəkət etməyə başlayırlar. Və elə bu bişmiş tərəfi, yalnız üzdən bişmiş tərəfi kəsərək insanlara servis edirlər. İçinin bişməsi, emal olunması, yəni heç ümumiyyətlə nəzərdən keçirilmir. Əgər siz fikir versəz, dönərlərin daha çox satıldığı yerdə ət çəhrayı rəngdədir. Bişmiş ət ağ rəngdə və biraz sarı rəngdə olduğu halda tez-tez bişəndə, tez-tez bişirəndə, tez-tez kəsəndə, götürəndə ət çəhrayı rəngdə və biraz qaralmış vəziyyətdə ortaya çıxır. Çünki daxili bişməyib, dönər ətinin daxili hissəsi bişmir. Burada artıq bişmiş üst tərəfi, çiğ iç tərəfi qalır. Həmçinin dönər satan yoldaşlar dəzgahın üstündə müxtəlif tərəvəzləri doğrayarkən birinci o tərəvəzləri yumurlar. Yəni bu sual altındadır. Ümumiyyətlə bu tərəvəzləri onlar yuyurlar, yoxsa yox? Bu bilinmir. Eyni bıçaqla kəsirlər. Daim eyni bir dənə bıçaqları var. Həm əllərini, həm dəzgahın üstünü eyni parça ilə silirlər. Bu isə gün ərzində təsəvvür edin, neçə dəfə tərəvəz doğradı, dəzgahı sildi, əlin sildi, tərəvəz doğradı, dəzgahı sildi, əlin sildi. Parça dönür olur mikrob yatağı, virus yatağı.
və həmin əllərlə də müxtəlif bu ərzaqları həmin bu zəhərli ətlə bitişdirərək çörəyin arasına yığır və sizdən aldığı pul aldığı əli ilə həmin bu dönəri sizə verir. Pul da biz bilirik ki, yerə düşür, cibdə olur, kim götürür, dilənçiyə sədəqə kimi verirlər, yerə düşür kiminsə əlindən, yerdən götürür və belə deyək, təbiətdə, iqtisadiyyatda pulun dövranı nəzarətsiz bir şeydir. Heç kim pulları təmizləmir. Və demək olar ki, dünyada ən çirkli və mikrob dolu olan bir şey varsa, o da puldur. Və təsəvvür edin ki, sizlə bu boyda çirklənmiş, bu boyda mikrob və bakteriya yatağı olan bir yerdə qidalanırsınız. Bu absurd bir şeydir. Sağlamlığınıza nəzarət edin. Dadlı görünsə də, cəlbedici görünsə də, qiyməti münasib olsa belə dönər yeməyin. Yəni ki, mağazadan 2 dənə, 3 dənə banan, alma, çərəzlər və s. qəbul etsəz, o daha faydalıdır. Və deyərdim ki, dadlıdır. Nəinki bu qədər zəhərli və bioloji təhlükə mənbəyi olan dönər.